Mən balaca olanda, məktəbdə olanda Rebus adlı bir proqram var idi. Orada kimyadan təcrübələri göstərirdilər. Nəyə qatdı, ilan kimi çıxırdı, nə oldu. Əyləncəli fizik adlı bir var idi. Təbiəti sevənlər adlı Qara müəllimin bir verilişi var idi. Quşlardan, qurbağadan, zatdan danışırdı. Elmi kütləvi proqramlar var idi. Yoxdur bu günlərim. Mən bütün televiziya rəhbərlərinə müraciət edirəm, deyirlər reyting vermir. Bax, bu podkastlar var. Niyə podkastlar reyting verir? İnsanların elmə həvəsi var, elm acıdır. Sadəcə bunu təşkil edən yoxdur. Belə. Sırf elmə və yeri gəlmişkən bu günlərin bizim gənclər var. Harvardda oxuyur, Cambridge'də oxuyur, Oxfordda oxuyur. Onlar olimpiya çempionları qədər dəyərlidir bu millət üçün, bu dövlət üçün. Onları reklam eləmək lazımdır. Onları ovcumuzun içində saxlamalıyıq. Bunlar bizim gələcək beyinlərdir. Dövlət, millət beyinlərin hesabına inkişaf eləyir. Mən çox istəyərdim ki, intellektual bir insanlar yetişdirsin bizim məktəblər. Bax, təəssüf bu yoxdur. Təhsilimizlə bağlı çox ciddi problemlər yaşayırıq. Və bugün birinci sinifdə Qavroş, Kazetta, Viktor Hugo keçirlər, ikinci sinifdəndir, nədəndir. Bütün o bizim gözəl şeirlərdir, nələrdir, hamısını çıxardıblar dərsliklərdən. Çox maraqlı bir sistem başlaydı. Dərsliklərdən niyə çıxardırsınız o gözəl şeirləri, o gözəl hekayələri? Belə, budur. Və bütün gənclərə də sizdən istifadə edirəm. Biznes qurmaq istəyirsə oxumaq lazımdır. Oxuyun, öyrənin.